Dirildir də bu günlər adam. Biz niyyətlərimizə fikir verin bu günlərdə. Və indiki anlarda. Niyyətlərinizə biraz fikir verin. Böyle bir niyyət edin. Kaş, ne diyeyim? Kaş indi İmam Hüseyin hərəmində olaydım. Kaş indi İmam Hüseyin hərəmində olaydım. Ya belə deyim. Mən niyyətlər deyirəm özü həlli gündüz aramızda. Kaş indi mən harda olaydım. Kaş olaydım əvvəl Fəzağın hərəmində. Bir dənə də kaş deyim keçim sonra öz mövzuya davam edeyim. Kaş olaydım Bəqidə, xanım Zəhranın, o gizlin qəbrinin, bilmirəm harada ətrafında. Bu niyyət bilsin indi, niyyət möcüzədir, möcüzədir. Bu niyyətlə ev elə Kərbəlanın bir güşəsi. Evin değişilsin sən. Evin olsun bərəkətli bir ev. Əl-ələ salam deyir, buyurur, ində fəsadı niyyə yərtəfiul bərəkə. Niyyət xarab olanda bərəkət qaçar. Hədisə bax, niyyətin xarab oldu, bərəkət qaçar. Evdə bir dənə pis niyyət elə bir anda. Filan kəs getdi qabağa, biraz pis belə, niyə getdi qabağa. Niyə? Evin bərəkəti qaçacaq. Niyyət möcüzədir, zarafat deyil bunlar. Həzrət İmam Rızanın sözü var, əgər bir insan deseydi, ey kaş, həqiqətən ruhən, ey kaş mən də Hüseynin zamanında olaydım, kömək eləyəydim ağaya, qoymayaydım o tənha qalsın, yəkunu kəmən ustuşhidə mələ Hüseyn, edib Hüseynlə birlikdə şəhid olub. Niyyətdir bu. Niyyət değişir. Ona bir hədislər, duaya baxın. Allahümmə, ay mənim Allahım, bəli bəşər, vəffir bilutfikə niyyəti. Niyyətimi geniş elə, geniş. Hər yaxşı əməldə niyyətim olsun. Peyğəmbər Əbu Zərə demişkən, Əbu Zər yatanda da niyyət elə. Yatıram axı ya Resulallah, niyyət elə, Allah xatir yat. Yatanda bir dənə söz deyimsə, niyyət edin ki, qalxacam gecə namazına. Hədisdə var, qalxa bilməsən də yazıldı gecə namazın. Sanki qalxmısan. Niyyət eləmirsən sən. Niyyət eləmirsən. Bir dənə də dua var. Vəntəhi niyyəti bi əhsəni niyyat. Niyyətimin, niyyətlərin ən gözəli qərar ver. Ən gözəli qərar ver. Mən fikirləşirdim ki, bu 10 günlüyü nə niyyət edeyim? Yəni də xidmətçilərlə niyyətim bu oldu ki, Allah hədiyyə eləyirik bunu xanım Zəhra salamullah aleyhaya. Hüseynin anasına. Fikirləşirdim, bu çox gözəl niyyət olar. İstəyirsiniz dinləyənlər, siz də mənə qulaq asırsınız, siz də qoşulun, bir yerdə qoşulalım. Dinləməyimizin nə savab verirsiniz? Hədiyyə elədim xanım Zəhra salamullah aleyhaya. Əzəmətli xanımdır ya xanım. Bir halda ki, məsumlar deyir, bizim dərdimiz olanda anamıza təvəssül eləyərdik. Bunu məsum imam deyir. Müctehidlər, mən onların həyatına baxanda necə sözlər deyiblər xanım Zəhra haqqında. Bir nəfər var idi, Mirzə Cavad adlı bir alimlərimizdən, müctehidlərdən biri idi. Bir şəxsi o qədər belə deyək də, səbirli, təmkinli adam idi. O qədər belə deyək də, imanlı bir insan idi. Heç kəsə əziyyət verməzdi ya, heç kəsə. Deyək də bir dəfə gəldi qapısının, gəldi, baxdı, gördü, evə gec gəlib, dayandı qapıda ki, baxdı, gördü, evdəkilər yatıb da bu vaxtı. Qapıda dayanıb yazıq, bu şəxs ki, evdəkiləri necə narahat edeyim. Biraz böyük iman, belə deyə çox hər şeyə diqqət edir. Evdə üzr istəyirəm, xanımı yatmışdı, yuxusuna girib deyirlər ki, Mirzə Cavad qapıda dayan, dur qapını aç ki, o narahat qalıb orada. Bunu belə durğuzurlar yuxudan. Tələbələrdən biri bunun haqqında belə deyir. İndi bu kimdir görsən Allah. Bu qədər diqqət edən adama biz hər şeyə diqqət edirik. Bu şəxs deyir, tələbələrdən biri deyir ki, getdim bir dəfə Mirzə Cavadı, Səqid idi özdə. Tutdum onu, saxladım. Dedim, sənə sualım var. Dedi, buyur.
Sualımı verdim. Cavab verdi. İkinci sual. Cavab verdi. Ay Allah, o qədər təmkinli. Baxdım, gördüm kişinin 2 saatlıq vaxtını almışam. Ondan sonra qayıtdım, bir cümlə dedim. Dedim, ağa, bu 2 saat ki sənə vaxtı almışam, məndən bir şey istə bunun müqabilində. Nəsə eləyim də sənin üçün. Baxdı mənə, dedi, get. Heç nə lazım deyil, get, narahat olma. Biz niyyətimiz eləmişik yəni. Dedim, əl çəkən deyiləm. Əl çəkmirəm də bir şeydir. Hey, mən dedim, o dedi. Axırda deyim, mən əl çəkmədim, Səyyid idi. Dedi, qayıtdı Səyyid. Dedi, bəli. Bir dənə xahiş edeyim onda bu 2 saatin müqabilində. Dedi, buyur, nə düşsən eləyəcəm. Dedi, Səyyid, əgər birdən qiyamət günü gördün, mənə cəhənnəmə aparırlar. Sən Səyyidsən. Get Anon Zəhranın yanında dayan. Dinən, mən bu kişinin vaxtını 2 saat almışam. Anon Zəhraya dinən, mənə şəfaət eləsin. Anon Zəhraya dinən, mənə şəfaət eləsin. Kimsən sən ya Zəhra, ya Fatimətə Zəhra? Sənin adın gələndə qəlbimiz titrər. Evimiz titrər. Adun şəfa. Ruhumuz sənə fəda. Canımız sənə qurban. Hər il mən belə niyyət eləmişəm ölənə qədər belə niyyət eləyirəm, siz də şahid olun. Hər 10 günlük məclisimdən istəyirəm xanım Zəhra ilə başlayayım. Bilməm, mənə nəsib olacaq axıra qədər, ömrümün axırına qədər. Amma istəmişəm Allahdan bu nökərçiliyi sizə xidmət edeyim və birinci günümü xanım Zəhra ilə başlayayım. Birinci günümü xanım Zəhra ilə başlayayım. Kimdir o xanım? O şəxs elə bir şəxsiyyətdir ki, o kimdən razı olsa Allah razı olar. Eşitdiniz üstədirsin. İndi sizə bir söz deyirəm. Siz ki onun balasının məclisinə əyləşmişsiniz, ha? Deyirsiniz, sizdən razı deyil indi. O sizdən razı da elə bilirəm. Deyir ki, Allaha yəni yüzüm tutar, deyər, kaş birdən belə bir cümlə deyə, mən bundan razıyam. İndi xanım Zəhra sizdən razı olsa, gör nə baş verir. Mən elə düşünürəm. Sizdən razıdır indi. Halınıza görə deyirəm. Mən indi bilmirəm, amma vəziyyəti belə başa düşürəm ki, indi evdə oturub göz yaşı tökənlər var. Mən inan bilirəm, çünki xanım, özümə yox, xanım Zəhran adı bilirəm, titrədir də. Mən neynim axı? Səhv eləmirəm yəni ki. Baxın, xanım Zəhra sizi çox istəyir. Hardan deyirəm? Deyir, elə ki, qiyamət baş verdi. Qiyamətin səhnəsi, ilahə vərəm. Neyniyəcəyi bilmirəm. Ya Rəbbəl aləmin, mən neyniyəcəm, özüm üçün deyirəm, öz payıma deyirəm. Üstün işim yoxdur ki, Allah o gün çətin vəziyyətdim, necə dayanacam sənin huzurunda. Əleyhissalam demişkən, elə yaşayın ki, sabah veriləndə kitab əlinizə oxuya biləsiniz. Allah, o kitabı ki, bizə verəcəksən oxumağa yazdığımız kitabı. İlahi və Rəbb, mən bilmərəm necə oxuyacam. Ya Rəbbim, özün bəzi günahlarımızı sil, ya Rəbbəl aləmin. Xanım Fatimə hörmətinə. Acizanə xahiş edirəm səndən, ya Rəbbim. Bu 10 günlüyün hörmətinə. Elə ki, deyir, qiyamətdir, səs gəlir, səda gəlir. Ya məaşirəl xəlaiq, quzzu əbsarəkum. Eşitəcəksiniz bunu, Allah şahiddə eşitəcəksiniz. Gözlərinizi yumun. Nə baş verib? Nukkisu ru'usakum, başınızı salın aşağıya. Nə baş verib? Hətta təmurru Fatimə. Fatimə gəlir məşərə. Çəkinin. Gözləriniz. O qədər əzəmət var ki, göz özü yumular. O qədər nuraniyyət var. Sonra nə səsdir bax? Ya Fatimə, bəli, səli hacətək, Allah deyir. Fatimə sözün yoxdur. Var ya Rəbbəl aləmin. Ya Rəbbi, ay mənim Rəbbim, bəli, ərini əl-Həsənə vəl-Hüseyn, Həsənlə Hüseynimi görmək istəyirəm. Belə nəql edirlər ki, bir səhnə yaranır. Həzrət İmam Hüseyn o kəsib baş,
o cürünə bədən gəlir səhnəyə. Əllamə Əmini deyir ki, Allah sanki demək istəyir ki, düzdür dünyada Hüseynə əza məclisləri saxlanıb, qiyamətə qədər saxlanacaq. Allah deyir elə bil azdır ya bu Hüseyn üçün, gələ qiyamətdə də yaradım. Azdır Hüseyn üçün bu məclislər. O nə səhnədir, orada da göz yaşı tökəcək biz İmam Hüseynə. Orada da göz yaşı tökəcək biz İmam Hüseynə. Sonra nə baş verir? Başqa sözün yoxdur. Ya Fatimə, səli hacətəkə. Hacətəkə, istə məndən bir şey. Ya Rəbbi, bəli, tərəfdarlarım, məni sevənlər. Qad qəfərtu ləhum, bağışladım Fatimə olar. Bağışladım sizi, Allah deyir. Sonra deyir, yox, qutarmadı. Ya Rəbbi, balamın, Hüseynimin, Həsənimin, Zeynəbimin tərəfdarları. O kəslər ki, gecənin bir aləmi qalxardılar, Hüseyn deyib ağlayardılar. Onlar da bağışladım. Ya Rəbbəl aləmin, balamın tərəfdarlarının tərəfdarları hara gəldi çatdı. Qad qəfərtu ləhum, onlara da bağışladım. Son sözlərimi deyirəm, yekunlaşıram. İstədim axı xanım Zəhra ilə bitirim də, hə? Elə ki, daha xanım Zəhraya qüsül verilir. 3 imam qüsül verir Fatiməyə. Həsən, Hüseyn, Əli. Həsən və Hüseyn 5-6 yaşında təxminən. 5-6 yaşında uşağa ananın cənazəsini görmək çətindir. Belə nəql eləyirlər, baxın. Deyirlər, bir balanı alır anadan, ağlayırlar axı. Özdə məqam var idi, deyirlər. Əli dedi, asta ağlayın, səs-füz çıxmasın. Adam ağlamaq istəyir möhkəm, amma səsi çıxmasın. Deyir, Həsən gəlir, qucaqlayır, Həsəni götürüb aparır o tərəfə, qapıya tərəf. Gəlir, görür Hüseyn də yanıb, anasının yanı. Hüseyni götürür, gəlir, görür Zeynəb də yanır. Bu səhnə budur. Həsən gəldi, üzünü qoydu ananın üzünə. Hüseyn isə gəldi, üzünü qoydu anasının ayaqlarına. Amma Kərbəlada bir səhnə var, daha doğrusu Kərbəlada yox, Şamda bir səhnə var. 3 yaşlı bala üzünü gətirdi, qoydu o kəsilmiş başa tərəf, həmən üzə. Ata, səndən ayrılmaq istəmirəm, Rüqəyyə canımı sənə fəda. Ata, səndən ayrılmaq istəmirəm. Hüseyn can, biz səndən ayrılmaq istəmirik ya. Biz səndən doymamışıq ha. Allahım, bu məclislər ki var, bizim əlimizdən alma ya. Ya Rəbbəl aləm. Bəqqi Fatimə əlimizdən alma ya bizim. Bəlkə keçən illərdə az qədrin bilmişik, mən bilmirəm. Bəlkə də çox az qədrin bilmişik. Amma biz, özün şahidsən biz Hüseyni sevənlərik ya Rəbb.